Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə elementlərin xassələrinin dövriliyi mövzusunda olan öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın blokunda olan tapşırıqların izahına diqqət yetirəcəyik. İlk öncə öyrəndiklərinizi tətbiq edin. Natrium, kalium və fosfor elementlərinin atom radiusunu müqayisə edin. Cavabınızı əsaslandırın. Nə üçün natrium və kalium metal, fosfor isə qeyri-metaldır? Deməli, natrium, kalium və fosfor. İndi gəlin əziz şagirdlər, biz dövrü cədvəl sisteminə baxaq. Natrium, kalium gördük. Fosfor da qeyri-metaldır və görürük ki, azotun aşağı hissəsində yerləşir. Yəni fosfor 5-ci əsas yarım qrupda yerləşir. 5A yarım qrupunda, litium, natrium, kalium isə 1-ci əsas yarım qrupda yerləşir. Atom radiusunu müqayisə etdikdə biz dedik ki, dövr üzrə soldan sağa getdikdə, daha doğrusu məsələn təsvir edək ki, baxın, fosfor elementi təsəvvür edin ki, bu hissədədir. Bu hissədədir. Deməli, baxın, fosfor natriumla eyni dövrdədir. Fosfor natriumla eyni dövrdə, kalium isə natrium aşağısında. Baxın, biz dedik ki, qrup üzrə yuxarıdan aşağı getdikcə atom radiusu artır. Yəni, kaliumun atom radiusu natriumdan böyükdür. Və kalium, natrium hər ikisi metaldır. Biz dedik ki, metallarda atom radiusu daha çox olur. Və eyni zamanda dedik ki, dövr üzrə soldan sağa getdikcə atom radiusu nə olur? Azalır. Deməli, kalium ən böyükdür natriumdan, natrium da böyükdür fosfordan. Ən kiçik atom radiusuna malik fosfordur. Həmçinin də biz dedik ki, atom radiusu metallıqla demək olar ki, oxşar xassədir. Yəni, atom radiusu çoxdursa, metallığı da çox olur. Ona görə də fosforun atom radiusu kiçik olduğuna görə və atom radiusu kiçik olduğuna görə də o elektron alma xüsusiyyətinə malikdir. Elektron ala bilir. Yəni nüvə tərəfindən elektronlar rahat cəzb oluna bilir. Ona görə də o qeyri-metaldır. Qeyri-metallar elektron alma xüsusiyyətinə malikdirlər. Baxın, burada da növbəti yazılmışdı ki, qeyri-metallar elektron alma qabiliyyətidir. Lakin natrium, kalium isə atom radiusu çox olduğundan onların elektronları nüvə tərəfindən rahat cəzb oluna bilmir, zəif cəzb olunur və ona görə də onlar elektronunu asanlıqla verə bilirlər. Və elektronunu asanlıqla verdiyinə görə də natrium, kalium metal olur, fosfor isə qeyri-metal olur. Yəni, əsas izahı atom radiusudur. Radiuslarını müqayisə elədim. Kaliumun radiusu böyükdür natriumdan, natrium böyükdür fosfordan. Keçək növbəti öyrəndiklərinizi yoxlayında olan suallara. Belə ki, birinci sualda 1 və 2 istiqamətlər verilib və bu üzrə metallıq, atom radiusu, qeyri-metallıq xassəsi necə dəyişir, onu müəyyən etməliyik. İlk öncə 1 istiqamətinə baxaq. 1 istiqaməti deməli, dövr üzrə soldan sağa. Dövr üzrə soldan sağa getdikcə biz dedik qeyri-metallıq artır. Ən güclü qeyri-metallımız fluordur. Qeyri-metallığın artdığı yerdə biz nə demişik? Metallıq azalır. Deməli, bir istiqamətində qeyri-metallıq artdığına görə metallıq nə olur? Azalır. Metallıq azalır. Metallıq azalırsa, metallıqla atom radiusu eyni anlaşdı. Yəni, atom radiusu harada artırsa, metallıq orada artır. Atom radiusu harada azalırsa, metallıq azalır. Əgər metallıq azalırsa, deməli, atom radiusu da nə olur? Atom radiusu da azalır. Atom radiusu da azalır. Lakin qeyri-metallıq xassəsi isə artır. Dövr üzrə soldan sağa getdikcə. Hətta biz dedik ki, ən güclü qeyri-metallımız, ən elektromənfi qeyri-metallımız fluordur. Qeyri-metallıq artır, atom radiusu azalır, metallıq isə nə olur? Azalır. Keçək deməli, 2 daha doğrusu istiqamətinə. 2 istiqamətində atom radiusu artır. Atom radiusu artdığına görə, atom radiusu dedik ki, harada artırsa, metallıq orada artır. Metallıq da artır. Metallığın artdığı yerdə biz nə dedik? Dedik ki, metallıqla qeyri-metallıq tərs mütənasib anlayışdır. Metallıq artdığına görə qeyri-metallıq nə olur? Qeyri-metallıq da azalır və hər iki istiqamətin izahını verdik. Keçək növbəti ikinci suala. İkinci sualda bizə elementlər verib, deyir atom radiusunu müqayisə edin. 2s2, 2p3. Bu element neçənci qrup, neçənci dövr elementidir? Bu element ikinci dövr, baxın qarşıya yazılan rəqəm dövrü bildirir. İkinci dövr. Neçənci qrup? 2 ilə 3-ü cəmləyirəm, üstlər toplanır. 5-ci qrup. 5A yarım qrup elementidir. İkinci elementimiz isə 2s2, 2p5 olur necə? İkinci dövr, 7-ci qrup, 7A qrup elementidir.
İndi gəlin, baxaq ki, hər ikisi eyni dövrdə yerləşir. Dövr nədir? Soldan sağa. Məsələn, deyək ki, bu ikinci dövrdür. Hər ikisi ikinci dövrdə yerləşir. İkinci dövrdə yerləşir. Biri 5-ci qrup elementidir. Məsələn, təsəvvür edin, bu 5A-da yerləşir, bu A elementi. Bu da 7-ci qrupda yerləşir. 7A-da B elementi. Düzdür? Biz nə dedik? Dedik ki, dövr üzrə soldan sağa getdikcə atom radiusu azalır. Azalır nə deməkdir? Məsələn, əgər burada atom radiusu 3 idisə, burada avtomatik olur ki, məsələn, 1 tam neçə? Məsəl üçün deyirəm, 1 tam neçə? İndi hansı böyük oldu getdikcə azalırsa? A-nın atom radiusu böyükdür B-dən. Yəni 5-ci qrupda yerləşən 2s2, 2p3 elementinin, baxın, birinci elementin elektron konfiqurasiyaya sahib olan element atomunun atom radiusu böyükdür 2s2, 2p5 konfiqurasiyasına malik olan elementin atom radiusundan. Buna da səbəb nədir? Dövr üzrə soldan sağa getdikcə atom radiusu azalır. İkinciləri müqayisə edək. 2s neçə? 2, 2s2 və 3s2. Bu, deməli, fərqli-fərqli dövrlərdir. Deməli, qrupa baxaq. Yuxarıdan aşağı getdikcə. Təsəvvür edin ki, bu ikinci dövr ikinci qrup elementidir. Bu üçüncü dövr ikinci qrup elementidir. Hər ikisi eyni qrupda yerləşir. İkinci qrupda yerləşir. Biri ikinci dövr elementidir. Məsələn, buna deyək A elementi. A elementi ikinci dövr elementidir. B elementi də çox ara məsafəsi saxladım. Məsələn, B elementi də deyək ki, burada yerləşir. Bu üçüncü dövrdür. Biz nə dedik? Dedik, yuxarıdan aşağı getdikcə qrupca atom radiusu artır, metallıq da artır. Artırsa, deməli, B-nin atom radiusu böyükdür. Nədən? A-dan. A-nın atom radiusu kiçikdir. Məsələn, bunun atom radiusu əgər deyək 1-dirsə, bunun atom radiusu 2 olur. Çünki getdikcə artır. Ona görə də B-nin atom radiusu, yəni 3s2 konfiqurasiyaya malik olan elementin atom radiusu böyükdür 2s2 elektron konfiqurasiyasına malik olan elementin atom radiusundan.